Salam izləyicilər, bu gün mən sizlərə dinləməyə qulaq asmadan da onun suallarını yerinə yetirə biləcək bir üsul deyəcəm. Gəlin başlayaq. Bir də deyir ki, the passage is mainly about mətn haqqındadır. Bu boşluğu doldurmalıyıq. Və biz diqqət etsək, 2-də elephants, 3-də elephants, 4-də elephants, 5-də elephants. Elephants nə deməkdir? Fil. Fil sözü verilib və biz avtomatik başa düşməliyik ki, burada fillərdən bəhs olunur. Fillərdə. Amma biz görürük ki, burada fil sözü, elephant sözü yoxdur. Deməli, tərcümə ilə də tapa bilərik. The fastest land animals. Bir də buna diqqət yetirin. Bax, A-da land animals, B-də land animals, C-də land animals, land animals. Dördündə də land sözü var. Land nə deməkdir? Quru. Quru deməkdir. Bunu yazıda saxlayın və animal sözü ilə birləşəndə quruda yaşayan heyvanlar mənasını verir. Çünki animals da heyvanlar deməkdir. Dördündə də land olduğuna görə deməli land sözü quruda yaşayan heyvan, bu düzdür. Bura qədər elə ki, dördü də düzdür. The fastest, fillər sürətlidir, xeyr. B-də the largest, yekəpər, böyük, bəli, bu doğrudur. Cavabımız olur B bəndi. C-dəyə də baxaq, the smallest, balaca, xeyr. The tallest, uzun, xeyr. Choose a wrong variant. Buna diqqət yetiririk. Elephants use their trunks. Trunks xortum deməkdir. Trunks xortum deməkdir. Use their trunks. Öz xortumlarından istifadə edərək 3-ə diqqət etsək eat deyir. Deməli burada yemək yeyə bilirlər və biz ən azı bu cümləni tərcümə eləyə bilirik. Tərcümə ilə də tapa bilərik. İndi da qaydaya önəm vermirlər. Ancaq söz öyrənirlər, onu tərcümə ilə tapırlar. Qaydanı belə, həqiqətən qaydanı belə tərcümə ilə tapırlar artıq. Deməli, burada A bəndi getdi, amma düzdür. Düzdür, amma bizdən səhvi istəyir də. Deyir gander food, yemək yemək məqsədi ilə. C-də drink water, bu düzdür. B-də, Z-B-də. Deməli, açığı düz danışsaq, mən də bu sözün mənasını bilmirəm. Amma D-yə baxsaq, as a leg, qıçı. Trunk sara, leg sara. Trunk sara, leg sara. Xortum ara, qıç ara. Deməli, wrong variant olacaq D. Deyir, answer the question according to the listened passage. Deyir, indi biz burada suallara cavab verməliyik də. What do elephants eat? Elefantlər nə yeyir? Və biz bunu tərcümə ilə tapa bilərik də. Yenə deyirəm, çünki bu sözlər A1 səviyyəli sözlərdir. A1 səviyyəli sözlər. Yəni, bu asandır da. Bizim üçün nədir ki? Small animals, small animals, kiçik heyvanlar və kiçik heyvanlar sözündən başa düşürük ki, bu ət yemək mənasını əks etdirir. Xeyr, fillər ümumiyyətlə ət yeyən deyil, ot yeyən heyvanlardır. Anything, bəzi şeylər. Xeyr. Meat and plants. Meat yadınızda qalsın, ət deməkdir. Meat. Plants də bitki deməkdir. Bitki, yəni ot yeyən də bitki. Bitki. Mən hər ehtimala qarşı belə ot yazım. Only plants. Only, bir də bunu da qeyd edim ki, cümlələrin, sözlərin bir 85-90%-də only sözü avtomatik çıxılır. Çünki only sözü yalnız deməkdir. Yalnız bu söz çıxılır. Amma məsələn burada 3-ə baxıram, deyirəm only sözü var, avtomatik çıxıram, bu səhvdir. Xeyr. Cümləni axıra qədər oxumalıyıq. Ondan sonra yoxsa elə burada başlayan kimi only sözünü gördüm, plant sözünü diqqət eləmədim, getdi. Bu xeyr. Məsələn deyə bilər ki, tutaq ki, məsələn deyirəm, fillər həm ət yeyir, real həyatda düzdür, bu belə bir şey mümkün ola bilməz. Deyir, həm ot yeyəndə, həm də ət yeyəndə. Məsələn, həm ot yeyəndə, həm də ət yeyəndə. Burada, məsələn, D-də D variantı verilsə, only sözü çıxılsa, məsələn, plant yazılsa. Plant. Biz bunu doğru götürərik, çünki only sözü yoxdur, plant. Və düzdür də, nədir bu? 2-də 1 hissəsini doğru yazıb.
iki dənədən birini yazıbsa, deməli bunu biz düz götürə bilərik. Amma only plants yalnız təkcə ot yeyirsə, bunu səhv götürəcək. Amma orada mətn listeningimizdə nə deyirdi? Deyirdi, tutaq ki, deyirdi fillər həm ət yeyir, həm də ot yeyir. Amma burada only sözü işləri pozur. Deməli burada amma bizim cümlədə only plants ət yeyən demirdi, ot yeyən deyirdi. Deməli doğru cavab olacaq D variantı. Başlayan kimi only sözünə baxdım, plant sözünə fikir vermədim, D-ni seçdim. D-ni çıxdım. Xeyr, belə bir şey ola bilməz. Deyir, complex sentences according to the listening passage. Deməli, burada deyir ki, elephant living and deməli, burada və biz artıq bilirik də, sınağa gedəndə orada dinləməni bizə yalnız və yalnız 2 dəfə qoşacaqlar və bunu tapmağımız çox asandır da. Elephant living Afrika. Bunu dinləməyə qulaq asmaq lazımdır. And Asiyada yaşayırdılar onlar. Asiya. Deməli, deyir ki, complex sentences according to the listened passage. Elephants are only mammals that cannot. Elephants, fillər, yeganə. Burada only sözü yalnız mənasında deyil, yeganə mənasında işlənib. Yeganə. Deməli, onun ümumiyyətlə ingilis dilində bir sözün bir neçə mənası var. Yalnız bir mənası yoxdur. Deməli, only mammals, o da deməli cümlədə quruluşa baxır da. Cümlədə uyğunlaşdırıb onu tərcüməyə baxılır da, o tərcümə ilə tapsan. Deyir, elephants are the only mammals that cannot. Bu boşluğu doldurmalıyıq. Deməli, tərcümə eləyək. Deyir ki, fillər yeganə məməli heyvanlardır ki, onlar edə bilirlər. Nə isə edə bilirlər. Deməli, jump, hoppana bilirlər. Bu düzdür. Speak, danışa bilmirlər. Swim, üzə bilmirlər. Speak, danışa bilmirlər. Swim, üzə bilmirlər. Fly, elə başlayan kimi elə fly atmalıydıq. Doğru cavab olur D variantı, jump. Yəni bu qədər sadə bir mənası var idi bunun.